Necəsiz arkadaşlar? Bu ne keçilərdir Mamule? Çox yaraşır. Bugün uşaqlığıma qayıtmaq Fıram nə baxım? Arxası biraz səliqəsiz. Mən yığaram qayıdıb gələndə. Çox qəşəngdir, çox yaraşır, çox şirin görsənirsən. Bir dənə belə kapak fotoğrafı ver. Aferin size. Arkadaşlar deməli hazırlaşmışıq. Ben hemen salamlayayım sizi. Hello. Gedirik mallarımızı getirməyə. Mağazamıza yeni mallar gəlib. Sədərəyə gedirik. Səhər durdum. Masaja getdim ama gedə bilmədim. Çünki masaja getdim. Qapı bağlanmışdı. Haçar xarab oldu. Qaldım çölə təzən qayıtdım evə. Gəldim evə Alisanı yedizdirdim. Gəldim Alisanı yedizdirdim. İndi hazırlaşdıq. Gedirik Sədərəyə. Aşkım. Günaydın. Bu konfeti görüntülere bakma. Buradan tez bakarsın da başa dönerim. Naftalini de tez dökersen bir yarım saatten sonra da öskürət dərmanını verersen yaxşı. Hadi bay bay. Maması getdi. Görəç vecinədir. Görəç vecinədir ana. Ana müqəddəs varlıq bu həyatda. Bay bay. Bay bay. Bu şəxsi də tanıyırsınız da yəqin ki. Salamlayıram herkesi dostlarım. Tanıyırsınız. Neyse arkadaşlar. Gidiyoruz. Geldi uşaqlar. Mallarımızı götürmeye, sonra gideceğiz Şamil'in yanına. Evə bir şey var, onu almaq istəyirəm. Görək qiyməti falan neçədir. Bir də stolların üstünə stol almaq istəyirəm. Həcə hal-hazırda bazıratları qaytarır. Çünki mallarımızın bir çoxusu yoxlamamışdır. Bazarat gəlmişdi, onları dəyişməyə gəlmişik. Çəkdim. Deməli dırnaqlarım balaca olduğu üçün uşaq adelindən özümə dırnaq aldım. Şamil'dən də şey aldım. Super kley. Bilmirəm super kley yoxsa nə kleydir, veri baxır mənə. İçində var, heç olmasa, hə var. İndi dırnaqlarımı yapışdıracağım. Gözəl gəl dırnağı. Allah haqqı. Taxım görüm nətər olur. O yan qopub düşüb gedəcək də. Super kley ilə qopmur həyatım. Sən bilmirsən ki, mən sənə verədim. Yox, belə yox. Bunun başı donub canım. İğnə yoxdur hə maşında. Bu ilə kəsə bilərəm. Dişinlə kəsə bilərsən. Ağzıma doğru. Eləmə. Həqiqət İstəsən sən, hə. Burasını da açsam şey olacaq. Bunu da indi yapıştırmasam bir yan patlayacaq. Yapışdırar gözlə. Arkadaşlar dırnaqlarımı taxdım. Zülümlə taxdım. Tacir paxıllığından kömək eləmədi mənə. Məncə qəşəngdir. Yəni uzaqdan görüntüsü qəşəng formada baxın. Bu arada bunların satışı var mağazamızda. İndi mənim əllərimə manikürsüz, pedikürsüzdür yapışdırdım. Amma nə bilim, məncə idarə eləyər, yaxşıdır. Görə neçə gün qalacaq taxma tırnaqlarım. Qorumalıyıq sudan bir dənə, qabza duyanda ehtiyatlı olmalıyıq. Çox almışam özüm üçün. Burada başqa rənglər də var. Belə mavi rəngi falan da var bu formada. Bunlar qırılsa geyib mavi rənglərimi taxacam. Yeşişdi. Bundan sonra geyib pedikür eləyərəm, qəşənglə içində taxaram. O vaxt qaynaq zad yox idi, cəmaat belə qoydururdu. Balıq. Nanaş. Ayaq dırnağı yemişəm deyə mənə ağızlarına gələn deyiblər. Mən o videoda da demişəm də uşaqlar olub əslində elə bir şey, amma qoymamışam da. Manyakdır, neyiniyim, xəstədir, ruh xəstə, psixoloji problemləri var. Qoymamışam. Dırnaq yeməkdə. Videoya yaxşı baxın, orada deyirəm də ki, olub belə şey, amma icazə verməmişəm də. Dəliyəm, ayağımı verim. Dişlərinə ki, tamam. Qətdə. Mən niyə özümə sözdü dizdirirəm canım? Uşaqlar baş qoşmayın, o elə bir şey olmuyor. Deyirlər ki, özdə mundardır, nədir? Kaş abi gözəl kimi təmiz ol. Öpürəm səni kocacığım, təşəkkür edirəm. Bu video məcbur çəkibsəm işarət ver. Dəqiq. Zarafat edirəm səni. Niyə mən pis sözlər yazırlar canım? Baş qoşma. Pis insanlar da pis sözlər yazar. Həqiqi deyirsən? Həqiqi deyirəm. Tamam o zaman. Hadi. Fəhlə baba iş başında. Getdi. Malları vurmağa düşəndə. Geçən mallarımız gəlib, axşam geyib sizlər üçün geçən çəkiliş eləyəcəm. Hadi bay bay. Qızıma da oyuncaqlar almışam. Baxın. Belə satsız mişqa, bir dənə də belə telefon almışam ona. Belə mahnı oxuyur. Dırnaqlarım da tərdi qızlar. Neyse gedim. Siz olsun mən qanamağa yer axtarırsınız.
Aşkım. Canım. İşgüzar balam. Ne olmuşam sana? Ne olmuşam bak? Bebe. Bebe. Ay Allah. Hele buna bak. Oy mama ilişti. Bak. Pult almışam sana ana kurban. Evdeki pultları güzel. Sağ ol Günel. Biraz sağ ol. Ne tersen? Sağ ol Günel. Ürəyən artlayıb mən yorumladım sana galiba. Bundan sonra mən özümü o qədər ağıllı aparacağım ki, bildiğin ekrana oynayacağım da yəni. Всё, canım atam Sen yemək. ne olduğun için olmuşsun sen. Olduğum kimi. Olduğum kimi yəni biraz. Olduğun için değilsin. Da olduğun için olsa sen abi yukarı sermezler. Ağzım payım veriblər. Olduğum Sana oynuyorsun amca. bu dırnaqlarım Akşam- neçədir? İki taşın arasında o vardı. Taxma dırnaqdır deyə almışam. Şeydi. Bak balık almışam diyesen ben almışım. Sen yok. Patates də abartma. Sən də özünə sərf edənlər deyirsən ancaq. Akşam Bak. sen 70-80 Baba mark sen kışkırtma eləyəcəm. Bu elə dırnaqdır ki, qopmur da ətdən. Sən kışkırtma eləyəcəm, çaşıb burada yatarsan. Bunu bunu sənə yapışdıracağım. Bu 2 dənə Bak almışam. özün karşınıza sonra diyesen ki izleyiciler bana adam atasına hele şeyli ya. Bənə də qurban olum özünə. Bunun keçilərinə bax hələ. Ana qurban, buna ad qoyaq da dıqqılı olsun bunun adı. Kimsə atına hediyə almadan. Hə, heç nə olmaz. İncitmir buna. Görürəm, təmizkar. Həli. Mama ağlamayıb, narahat olmayıb. Ana qurban boyuna, illər gəlsin toyuna ala. Eller geldi. Kim geldi bunda? Bir oldu demiş. Qaynanam pizza pişirib arkadaşlar. Cənnət qaynanamın ayaqlarının altındadır. Pişib mi görürsən? Yox, hələ pişməz mam, nə qəşəng, bəh-bəh, ay Allah. Amma şeydir də, evdə nə var ondan da. Heç nə olmaz, şükür, ona da şükür. Sənin əllərindən hazırlanan hər şey bu həyatda dərmandır bizə. Aycan. Şef. Aycan. Çok bu ekranla geldi. Şəfadır canım anam. Əslində budur. Əslində budur, həqiqətən. Amma biraz şıltaqlıq eləyir da. Yüzden sonra Biz onu ancak çok anaya gitti. sevindik. Ancak anaya sevdi. Sabah anamı götürürəm, gedirəm qəş ondan ürək istəyən şeylər almağa. Yox, istəmirəm. Aparacam Bu onu. sefer düş atan üstüne. Atan gördü. Sabah gelib ondan qəşəng. Ma, kofe demişəm, bəlkə papa Alisa'ya bassın, gedib bir dənə kofe eləyək gələk. Nurek, zarafasız. Nurlan. Gözəl odur. Yəni o birisidir yoxsa budur, hansıdır? Amma düzünü. Bax, denən hansıdır? Denən demişəm ki, ömrümdə bir dəfə tacirin çolaxa barmağını ağzıma almışam. Demişəm ki, tacirin ayaq dırnağını ağzımdan tutdum. Özür dilerim sana. Yox, Hə, bizə demişəm. qarşı o heç. Onu da yıxıb, ancaq onun üstünə yıxıb sürüyüblər. Başqa heç nə Bak bilmirlər. akşam dedi ki bak Allah'ın dostu. Akşam aldı. Yani o anaya- Ahırda bağıntı götürdü ki bunu da anama alın. Anam bağıntı sevendi. Hayır. Orasını çəkməmişəm də Oranı görmürlər. çəkməmişsin. Bak hele şeyler çek göster. Da bu millet görsün ki sen o değilsin. Bugünden sonra seni qadağa koyuram. Özüm ol. Anacığım, Zarfas Bamit idi, sənə Bamit almışam deyənlər. Deyilmişəm biri qalıb. Bax, indi onu dedin, hə? Mən yorumda biri yazıb ki, bir gün aldığı şey demində səhərsi vlogda 100% deyir. Yo, o demək söhbəti deyil. Yani istek de var da. Biri var ki istek olmuyor. Deyəsən ki qurudur. Allah Zaten qurudur. Prosto. qurban olum. Madırna- Bilmirəm sen. Madırna- Neçin zaman yanından geçmemişti. Mam, dırnaqlar mətədir Zarfas. Ma, qoyma dırnaq, elə rahatdır, qopmur, bir həftə qalır. Öz dırnağımız ansın. Yeni insanlar qoyur, toya zada gedəndə. Hə, qalsın mam əlimdə, dırnaqlarımı yeməyim də. Gör, nə qəşəng cicilməcilidir. Ay Allah. Çox almışam. Papya da qoyacam, Allah haqqı yatdığı yerdə. Sənin əllərin Şaşarsan balaca burada da. yatarsan, and ol Allah sən. Məndə əllərim belə. Sənkilər də gözəldir. Deyən mama, deyən. Deyən cənnətdən payım, deyən. Da bəstə gözəl, abartma. Sən isə bu mənim üçün. O içərəm ona da. Cennet. Cənnəti işıqlandıran qadın, yeganə insan bu həyatda. Qaynanam. Qaynanam. Anama ana demeyeyim. Bir yaxa, Allah, papa, geri çəkərdim. Bir yaxalarım tacirə qayıtdım, dedim ki, tacir qayıt ki, ayaqlarım ağrır, deyirəm, çox ağrır, hə, can, belə, hə, anan ölsünə. Deyirəm, onu deməyim, istəyən, deyir, evdə gedəndə mamaya qışqısma eləyərsən, deyir, mamanın üzünün gizində çəkəcəm, mənə deyir, ki, can, ayaqlarım ağrır, hə. Deməzdin daha, Deyəndə, deyim, onda mənə yıxsınlar, çizsinlər, hə. Aynaman kimi ağzında Qayıt, dedi, mənə denən ki, şeydir, ayaqlarım ağrır, hə, can, anan ölsün.
Dedim benim mamanın yüz ifadesini çekeceğim gizlince. Gözüm bak o eleseydim bir de gözüme top ateş tutmuşlar. Yok Ceren değilsin. Dedi içimde açıp deyirəm də. Anan qurban boyuna eller gəlsin az toyuna. Kız olur güzel. Alisa her gün teperdi. Allah bu neçə gün qalacaq bu kukula? Satsızdı da ama özüm aldım ki yonmasın. Heç birazdan otururam evə. Onu da birazdan orada sökülür. Ayda Alisa'ya oyuncaq şey almışam. Ben oyuncaqları yığmağa qəşəng səbət almışam. Səbət vurdum. O yekədə xırdasını almışam ki, onları yığım içinə ki, orada yer tutmasın. Var. Tacir deyim gəlində getsin. O şeyi değil. Olmaz ana qurban. Hə. Bayramları hara aparsan indi? Alisa'ya baxa bilərsən, bax gedək bir dənə. Ödə bu ilə hürüklə aparacam ona. Ay hörüyle biz. Yatızdırın. Mama, Alisa yatsır gedək ucuzluğa gələk. Bax 3 saniyə vaxtım var. Atqaz eləsin. Mən üçün. Sabah vakti. Sabah Öyle işte. ben de ana. Bebesine. Az demiri sisi dön. Ay Allah. Bebesine. Sən bilirsən nəsən? Sən Bilmem bilirsən ben sen bir nəsən? tane şeye söyle sen ölür müsün? Ölür mü sen bağışla. Sən Allah hansı sən? Sən Allah hansı de. Mən ölüm. Mən ölüm de. O memnun. Cora gider. Mən ölüm de. Sən Ali Sancan de. And haram verdim. ya. And verdim Ali Sancanla. Yüce vermişəm Allah and Alisi olsun. azar tutsun. Alisi istemeyenden yüreğine. Papa mən and verdim. Denən desin. Denen de Allah. Demirəm. De 100 manat verirəm sənə de. Koy biraz sonra değil. Baba de. Baba mən ölüm de. De gəlib sənə şey alacağam. Altdan geyinməyə istifinka. Ben çünkü diyemiyorum. Mən ölüm de. YouTube'da var o söz. Yok. Ben harbi mesela başka yere sen olmamışım. Bir düşüne meşgul oluyorum. Neyse arkadaşlar. Durum bir de uşağımın burnuna bakın. Görün burnunda ne var ne yok. Sonra işlerimizi əlləyirik. Ali arkadaşlar. Papayla ağlımıza süper bir kışkırtma gəlir. Yok qapı deyil. Papayla ağlımıza süper bir kışkırtma gəldi. Deməli mən gedirəm, geyinirəm indi qaraçı paltarım. Tacir ki mağazadan mal yığırlar. Papa taksi ilə gedirik. Papa maşından getmək ki tacir bizi tanımasın. Papa taksidən içəridən çəkəcək. Mən geyib qaraçı paltarı geyib göyə dilənçiyəm. Geyib mağazanın qabağından. Geyib mağazanın qabağından mal oğurlayıb qaçsam. Çünki bizim mağazaya qaraçılar çox gəlir. Tacir də elə biləcək ki qaraçıyam. Çıxacaq dalım. Deyirəm. Vurmazsa. Təpiylə vuramam. Vay yaxşı ben qoy inansınlar. Onlar iki ben döyürüm kanat. Biləm döyü, təpiz adını tuluyurlar. Dur sen anlat dur. Marketten. Ya narahatım arkadaşlar gözlüğüm de hazırlaşıyor. Ben çekmiyorum. Görünmüş bu giysen yeterdi. Şimdi olmaz. Ya papağan da Oralara şey Okşayıram bu garantiye sen ona. He? Abi sen ne aradın? Giyip kalkan şey götür salonda başlasın. şey nazarı keçir daha. Tamam iyi sen ki başından düşürsen daha. Ona dedim mi? Buralarım kollarım bilinmesin diye istedim. Karnına şey koy. Ne? Hamile çünkü. Ay sağ ol. Onda bakın onda Hey uşaqlar. Vay canına Alice. Ağzına vurma kızım. Alice. Ağzına vurma. Gel bak göre. Okşayıram mesela Allah. He? Tanıyarım ben bile. Yüzünden gözünden tanınır. Biraz ama oranı ne görecek olar. Hadi ben giyip kapının altına geçip böyle götürüp kaçacağım başlasına. Kaçacağım. Bak gitti. Karısının kutkası olmur olmuştu. Hey, sağ ol ama. Köpü taksi var. Taksi oradan götürerek de ha. Hardan? Şeyden. Hardan? Evet. Dönen kimi bir daha taksi şeyleri yerse 10 manatı verir. Hadi inden sakız elektrikten yazın. 5 manat. Yok hem maşınla gider. Bir de bizimle kaytak getirmez ha. Öz maşınımızla gider. He ya. Oradan bir daha şey taksi diye şey gidiyor. Onu çekilir. Ala 5 manatını sıkacak. Karnına mı? Operasyon tamamlanmıştır arkadaşlar.
İki canlıyan inşallah möhkəm vurmaz da. Baba, mən nəhrədən belə düşürdüsən, değil mi? Zələ bir şeyə hardan tapır. Arkadaşlar, tam təbii bir qışqırtma çəkirik. Bismillah. Uşaq qorxdu. Baba, ayağımın altını görmürəm, Allah haqqı. Hə, indi getdik. Yani bu hiç kim bilmiyor. Daha realdir. Hə, heç kim Normallıqdan bilmir. deyil. Heç kimin xəbəri yoxdur. Hadi baba, həqiqi uzaqdan mənə görsün, tanıyarsan, düzün desəm mən canım. Yoo. Həqiqi. Tamam mı? Şu arkadaşlar Siz de gidelim. gözü görmüyorsunuz. Hə, ikisi də açıq hərəkət düz deyil. Ay Allah, mənim videomda çıxmam ama pəz. Vay 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 vay, biabırçılıq. Sən əlinlə belə yaxınlaşdır, məsəl üçün də nə qədər yaxınlaşdırmaq istəyirsə, sonra uzaqlaşdır belə. Başa düşdün, çox uzaqlaşdırmadı amma. Çox uzaqlaşdırında 5x-ə düşür, elə uzaqlaşdırma. Yavaş-yavaş uzaqlaşdır. Ya nə bilim, istəyirsənsə bax bu 1x-dir. 2x-nə Evet, yaxınlaşdır, sekiz 4x-nə yaxınlaşdır bax. Yaxınlaşdırma şeyi budur, bax 4x lap yaxındır. 8x lap yaxındır. Evet, 4 yaxındır, yaxşıdır. Hə, amma hər yaxınlaşdırdıqca belə basar, yaxşı. Ayda onlar çıxdı çölə. Şüşən acı aşağı sala bilərəm. Dur, sen yanladın. Hə. Elə qaçmaq yox, Qalanı sən şimdi taksiyə yola salın dedim. Ala taksiyə yola salın. Taksiyle niyə gəlmisən? Şübhələnməyəsin. Sen neler yaşadın? Çək olmam. Ben bakma arka. Aklınıza gelmez de. Hareketleri nerede be? Olmadım yerinde. Yok oradan vurup tüm ben böyle gelmiş. Arpa. 50 dakika. Peki Ay başka canım. nereye gidesin? Özü götürdüğü şeye bak. Kaska götürdün. Ay sen ama. Eğlenmedin daha. Üzüm açır. Üzüm açırdı. Yavaş başlayın. Var idi ya burada. Değilim de bura bir. Buna bak. Diyədim gətirərdim. Ne bileyim. Nun uşağın şeyi gelmişken götürüm. Broşkamı kırdı ne ana? Bu broşka bana hatıra idi izleyicimden Allah hakkı. Ay sen şuraya broşkan kırmışsın. Ben üzüm açtım Başım ben sonu tepiyi duyuyor. vuracaktı Allah hakkı baba. Kıranak şey sifətimi darttı. Üzümü açmasın tepiyi zat vuracaktı. Burada Ben şey ki. Kardeş ben ziblet düşmeden diye. Babam maşinle gelseydi şüphelenecekti de. Şey ver. Bunu ardın tapmışsın. Evden. Ama güzel. Peki de Serham'ın kafanına aldı eline gel. Allah. yarın açın abi. Gidip şeydi. Hemen Ben çektim. meyve alsın. Seçməmişsən, evdən çıxan. Çekmişim ne kadar güzelim. İki canlıya davranırlar he. Tepiyi az kadar koysun ağzımı. Sanatçı da olsa ay. Ama yazık değil. Yok abi buna okşayan biri cevap gelir buraya. Allah hakkı. Biz ağzını kalmışsın. Söz vermişsin buraya. Mənə dedi ki 5 manat verməsən yaracam mağaza. Elə bildim o da Allah haqqı. Ya be. Buradaki oyuncağın geldiğini ne oldu zaten. Söndüm ki. Hep Hoş. biz kulağımızı... Şöyle çıktı ha. Arkadaşlar ben kim iki canlısızsa ve evde varımızsa uşaqlarımızda geçen manejlər getmişik. Bakın böyle oynamalı. İstədin deyə xoş gəlmiş. Neyse oyuncaklar söyleyeyim. Ben uşağımın oyuncak sepetini de çıkın dedim. Deyə orada. Uşağımın oyuncak sepetini paylaşsın. Deyə orada.
Oy qarnına sam. Taksi aparı təzədən dala sizi. Yox, baba ilə gəldi. Baba maşını burada aralda qaldı. Belə gedirəm. Taksim buradan bura vurmuşdu. Hə, buradan şeyə vurmuşdum, evə vurmuşdum. Nəysə. Ne getirəm evə? Allah baba. Nəysə getdik, hadi bay bay. Mən də etiketə takip. Arkadaşlar operasyon tamamlanmıştır. Babet değil mi? Allah milli tatlı ne satamıyor. Bu meselesini öldürürler ya. Meyve vurayım dedim. Oldu He. Alandan sonra yakınlaşırsan orada kız var da seni tanıyor. He. Ona yakınlaşırsan. Düzme baka gülür. Tam tanıyor. Allah yapacak arkadaşlar. Karnıma bakın siz Allah. Üzümden 2 metre yukarıdır. Oy ne kadar güldü yaz. Anar Allah haqqı uşaqlar. Üzümü gec açsaydım mən təpiyləmişdi. Vaxtında açdım. Arkadaşlar indi bir tane qohumumuz var. Ona tava doymayıb qışqırmadan. İndi gedirik onu dəri eləməyə. Gedək görək başımıza nə iş gəlir. Pəncərədən görsənir onun içərisi. Yok hep oradan düşüp çekeceksin. Həqiqi. Sen prosto gir içeri. Hə. Bak, güzel şeylere bakırsan. Daha sonra oradan bir tane şey götür kaşımak istiyorum. Götür de bir şeyler şekiller de götür çıkaralım. Yaxşı, tamam, getdik. Bence doğru aşağı əyilməyik. Sen o taraftan git gir içeri. Ha? Ha olsun. Paylaş böyle ki bu Ne yaparım sen de? Ne uğramışlar? Parmağımı kırıyordum, ne yapacaktım? ya kopardın benimle ya. Yalardın neye saçını Allah'ım. Ha telefonunu kapat tatil girelim. Şey öldürürler bu tepiler. Şu an benim Ben çok inandım ey Allah'ım. Neyse. bu projemizde başa çok müşteri gerektiren nöbet. Şu an arkadaşlar operasyon tamamlanmıştı. Geldiği eve çatdı. Oy ağlayıram həqiqətən də. Hem yoruldum, hem çok güldürüm. Mahtam bu arada mamamın əmisi qızıdır. Yazıqlar olsun bana. Çünkü kendisini çok oldu. Ayda ildə de gördüm onları, tacının oğulları. Ondan korkuzuram. Əslində qaynımın işe gitmek istəyirdi. Prosta qaynım müdürdü. Ona göre dediği birden əsəbləşər ki, işçiləri də vardı orada. Birdən deyər ki, işçilər yanında qalmayabilir. Ona göre getmədik qaynımına, qorxdum qaynımdan. O şeylərdə qaynımdan qorxuram. Sonra xatirə dəyərəm, bağışlamağı da biraz çətindir, şişt bücüdür, gec barışadımla. Ona göre eləmədim. Ay, mama, nərəvə az qala bir öldürsünlər. Nərəvə, bana mikrofona orada danış. Alice yatıp. Mama. Az Allah'ın dostunu dövdülər. Matdan az qala məni yolsun. Anardakı təpiyə üşüdüyüm. Çaşqa götürdüm, bir dənə çıxırdım. Birinci yavaş-yavaş getdim. İndi göstərəcəm də sən kadrları. Dəli olublar. Dəhşədizm. Girdim bilmədi qaldı. Yox. Üzüm bağlardım bilsin. Mama portağa koydun ne olar? Yox demədi. Yəni arkadaşlar, özümüzə yığışmırıq. Yenə geyinmişəm. Başında burnum. Amma vlogu sabah davam eləyəcəyik. Bunun ardına indi elə bir adamı eləməyə gedirik ki, yəni özünüz şok olacaqsınız. Qoyun deyim. Mamam gilə gedirik. Mənim mamam gilə. Deməli, mamam həmişə darvaza qapısını açıq qoyur. İndi saat hal-hazırda 6-dır. Darvaza qapısını açıq qoyur və içində onun ipində paltar olur da. Həyətdə olur özü də. Girəcəm həyətə, qoxnası həyətə baxır. Girəcəm həyətə, paltarların zadını yığacam. İndi özünüz vlogda, növbəti vlogda görəcəksiniz. Bu vlogun ardına yerləşdirmirəm. Çünki baba sən danışsan, mən səni üzrə tutmuşam. Vlogun ardına yerləşdirmirəm çünki uzun olacaq da. Ona görə siz bu vloga baxanda sabah üçün sizlər üçün o vlog atacam. Əminəm ki, ona daha çox güləcəksiniz. Ən azından güldüyünüz qədər. Növbəti qışqırtmada görüşərik. Niyə bugün? Bugün o niyə
niyə çəkirəm? Qoy onu da deyim. Çünki sabah çəksəm, mama önce bu vloqa baxacaq, biləcək ki, onu da eləməyə gedir. Ona görə bunu indidən çəkirik ki, sabah üçün sizlər üçün ata bilək. Nəysə, İki bacınız. canlıdır. Bu uşaq ikimizdən gələcək arkadaşlar. Dün ne deyirəm? Bir dənə də bir şey eləyək də. Çevir indi bana tərəf. Uşaqlar, bayram qavağıdır. Kim şaxta baba ilə qar qız görmək istəyirsə, Bəli, kartımı Ama kart atacağım. nədir? Evin kolmatı bizə gedir olaraq. Yox. 50 manata gəlirik. Uşaqlar, biz istəyənlərə aid da, yəni istəməyənlərin yanına getmirik. 50 manat kartımızı atır, gəlirik şaxta baba qar qız. Sonra başımıza açır, görürsün biz bu... Biləcəklər də biz 50 manat ondan sonra ki, biz ilk gedən. Sən Hadi o bilsinlər də. Yox, mən gedim atmasınlar kartı. Ben o ufağımı kaliçeyi kullanacağım, neyine kalaram? Neyse arkadaşlar gedirik mama gilə. Sağ olun, salamat qalın. Mama da üyəyə partiyası Kübra reaksiyası nə olacaq? Amma maalesef Alisa'ya görə gələ bilmir. Alisa xəstəliklə bayra çıxarda bilmirik. Oradan görüntülü şəkildə sən mamaya bir əlində görüntülü versən, bir əlində çəkərsən, qoy üyəyə rahatlaysın. Kübra reaksiyası. Neyse arkadaşlar, bay bay.